Müəllimlər, deməli belə bir maraqlı testə baxaq. Çəkisi 1000 Newton olan birinci tir iki kanat vasitəsilə asılmışdır. Gərilmə qüvvəsi T1 olan kanat tirin mərkəzinə 3 metr, gərilmə qüvvəsi T2 olan kanat isə 1 metr məsafədən bağlanmışdır. T2 böl T1 nisbətini bizdən soruşur. Deməli, bir dənə kanat çəkək. Aha. Deməli, tirin ağırlığı 1000 Newtondur. Düz ortaya tətbiq olunur. Bizə də deyir ki, gərilmə qüvvəsi T1 olan kanat tirin mərkəzindən, yəni bax buradan 3 metr məsafədə bağlanıb. Bu T1. Buradan bura qədər olan məsafə 3 metrdir. Gərilmə qüvvəsi T2 olan kanat isə bu həmin o mərkəzdən 1 metr məsafədə bağlanıb. Tutaq ki, bura bağlanıb. T2. Bizdən T2 böl T1 nisbətini soruşur. Deməli biz nə edəcəyik? Bu T1 bunu bu tərəfə fırlatmaq istəyəcək. Yəni T1'in momenti M1'dir. T2 də bunu bu tərəfə fırlatmaq istəyəcək. Bunun da momenti M2'dir. Deməli, momentlər qaydasına görə M1'in momenti M2'nin momentinə bərabər olmalıdır. M1'in momenti nədir? Bax, bu nöqtəyə görə moment alırıq. T1 vur, qolu. Deməli, qüvvənin tətbiq nöqtəsindən fırlanma nöqtəsinə qədər olan məsafə 3 metr. T2'nin momenti isə olacaq, yenə qüvvənin tətbiq nöqtəsindən fırlanma nöqtəsinə qədər olan məsafə 1. Buradan da T2 böl T1 nisbəti olacaq. Deməli 3. Diqqətinizə görə sağ olun.